İnsan həyatında elə dövrlər olur ki, irəliləmək çətinləşir, addımlar ağırlaşır, güc azalır. Belə anlarda çox vaxt özümüzü günahlandırırıq. Tənbələm, heç nə eləmirəm, geri gedirəm. Halbuki bəzən bu tənbəllik deyil, enerjini idarə etmənin ən qədim mexanizmidir. Təbiətdə canlıların həyatını qoruyan da elə budur. Vaxtında dayanmaq, gözləmək və güc toplamaq. Aylar qışda aylarla yatırlar və bu onların müdrikliyidir. Çünki ayı bilir ki, indi ovun vaxtı deyil, indi enerjini qorumağın vaxtıdır. O təbiətin sərt şərtlərinə qarşı müqavimət göstərmir, təbiətə uyğunlaşır. Baharda isə böyük enerji ilə oyanır. Təkcə aylar deyil, qurbağalar, sürünənlər, hətta bəzi quşlar belə sərt şəraitdə ya yuxuya gedirlər, ya da hərəkətlərini minimuma endirirlər. Bəziləri torpağın altına girir, bəziləri qan dövranını yavaşladır, bəziləri nəfəsini azaldırlar. Onlar bilirlər ki, enerjini boş yerə xərcləsələr sağ qalmazlar. İnsanda da bu mexanizm var. Çətin dövrlərdə biz də passivləşirik. Bəzən iştah azalır, bəzən çox yatmaq istəyirik. Bəzən sadəcə susmaq, kənara çəkilmək ehtiyacı yaranır. Bu psixikanın özünü qoruma fenomenidir. Elmi araşdırmalar göstərir ki, stres anında beyin enerjiyə qənaət rejiminə keçir. Qərar vermə yavaşlayır, diqqət azalır, sosial əlaqələr zəifləyir. Beyin sənə bunu demək istəyir. Gözlə, gücünü itirmə. Tarix boyu böyük şəxsiyyətlər də bunu ediblər. Makedoniyalı İskəndər müharibələr arasında uzun fasilələr verirdi ki, ordusunun və özünün gücü bərpa olunsun. Nizamülmülk deyirdi ki, hökmdarın ən böyük gücü onun müdrik susqunluğudur. Çingiz xan böyük yürüşlərdən əvvəl aylarla səssiz qalır, planlarını gizli saxlayırdı. Hətta Sokrat belə ölümündən əvvəl dostlarına belə demişdi: sakitliyin içində güc var. Bunu biz gündəlik həyatda da görə bilirik. Bəzi insanlar böyük işlərdən əvvəl sosial həyatdan çəkilirlər. Onları kimsə görmür, eşitmir, amma bir müddət sonra möhtəşəm nəticələrlə geri qayıdırlar. Bu da onların psixoloji qış yuxusudur. Burada dərin bir fəlsəfi həqiqət var. Dayanmaq da inkişafın formasıdır. Çünki həyat hər zaman hücum tələb etmir. Bəzən ən güclü strategiya geri çəkilməkdir. Bu məğlubiyyət deyil, hazırlıqdır. Toxum torpağın altında günlərlə qaranlıqda qalır. Heç kim onun inkişafını görmür, amma o içində enerji yığır. Yaz gələndə isə o möhtəşəm bir ağaca çevrilir. İnsan da belədir. Çətin dövrlərdə kənara çəkilirsənsə bu qaranlığa qərq olmaq deyil, hazırlıqdır. Elm də bunu təsdiqləyir. Psixologiyada buna restorativ fasilə deyirlər. Yəni beyin və bədən özünü təmir eləmək üçün fasilə götürür. Bu fasilədə sinir sistemi tarazlanır, hormonlar normallaşır. Yaradıcılıq və intuisiyanın qapısı açılır. Bütün böyük kəşflərin arxasında belə dayanma dövrü olmuşdur. Amma fərq ondadır ki, bəziləri bu dövrdə özünü günahlandırır, bəziləri bundan düzgün istifadə edirlər. Əgər sən də bu mərhələni qəbul edib zehnini təmizləsən, qayıdışın daha effektiv olar. Əgər müqavimət göstərsən, enerjin israf olar və gücün tükənər. NAD burada sizə unikal bir üstünlük verir. Çünki NAD şuur altındakı blokları təmizləyir. Sənə passivlik dövrünü boş dayanmaq yox, dəyişim fürsəti kimi yaşadır. Yəni sən sadəcə gözləmirsən. Sən öz daxilini təmizləyirsən və oyananda sənin səsin, enerjin, gücün əvvəlkindən qat-qat artıq olur. Bəs sən həyatının hansı dövründə mübarizə aparmaq əvəzinə dayanıb güc toplamağı seçmisən və o dayanmanın qiymətini anlamısan, yoxsa özünü tənbəllikdə günahlandırmısan? Əgər sən də çətin dövrlərdəki passivliyin içində gizlənən gücü oyatmaq, zehnindəki yükləri boşaltmaq və səsini, enerjini azad etmək istəyirsənsə, 16 fevralda başlayacaq Şuuraltı Açarlar adlı NAD dəyişim kampaniyasına qoşula bilərsən. Burada NAD diploma dəyişim proqramına qatılacaq, həm fərqli transformasiya seansı, həm də pulun psixoloji kodları workshopunda iştirak haqqı qazanacaqsan. Çünki enerjini idarə etməyi bacaran həyatını da idarə edir. Fikirlərin çox maraqlıdır.